2021-ci ilin qəbul imtahanına düşmüş suala gəlin bir yerdə baxaq. Bu tip sualları çox rahat hansı qaydana eləyə bilərsiniz? Baxın 4-ün 1-ə qaydası ilə. Bir dənə olan həmişə səhv olur. Bu nə deməkdir? Promaya baxırsınız variantlara. Variantları müqayisə edirsiniz. Məsələn, baxıram ki, 4 variantda baxın bunlar var, görürsüz? Bir dənə burada yoxdur da bu. Deməli D bəndi səhvdir. D-ni çıxırsın. Məsələn, baxıram ki, 4 variantda bunlar var, düzdürmü? Belə bir hissə yuxarı tərəfdə. Amma B variantında yoxdur. Deməli B-ni çıxırsan. Ondan sonra baxıram 4 variantın üstündə belə bir düz xətt var. Amma Y-də yoxdur o düz xətt. Deməli Y-ni də çıxırsan. A ilə C-nin arasında qalıram. Müqayisə eləyəndə baxıram ki, bax bu fiqur var, görürsüz? A-da var, amma C-də yoxdur. Bu fiqur 4-ündə də var, düzdürmü? Amma C-də yoxsa C-ni də çıxırsan, düzgün cavab olur A bəndi.